Deməli 20-ci suala baxırıq. 20-ci suala baxırıq. Aha. Deməli fəhlə gündə 44 detal hazırlayır. O məhsuldarlığını 25% artırsa, bir gündə neçə dənə detal hazırlayar? Deməli, hə, de. Mən burada 44, fəhlə bir gündə 44 detal hazırlarsa, burada 25% artır. Yəni 25% daha çox detal hazırlayır. 45-i vuraram 25-ə, bölərəm 100-ə, sonra təzədən 45 yox, 44-ün üzərinə vuraram 25-ə, bölərəm 100-ə, sonra da 44-ün üzərinə gələrəm aldığım cavabı. Hə, düzdür. Elə də yazmaq olar, belə də yaza bilərsiniz. Fəhlə gündə 44 detal hazırlayırsa, bu 100% deməkdir də. Belə tənasüblə də yaza bilərsiniz. 44 detal 100%-dirsə, 44 detal 100%-dirsə, o məhsuldarlığın 25% artırarsa, olacaq 125%. 25% artırsa 125% olur da. Onda neçə dənə detal olur? Bilmirik. Yəni əvvəl hazırladığı 44 detal 100%-dir. Məhsuldarlığın 25% artırsa 100 idi də əvvəl. Olur 125%. Neçə detaldır bilmirik. Tənasübdür. X bərabərdir. Deməli 44-ü vururuq 125-ə, bölürük 100-ə. İxtisar aparaq 25-ə. Deməli 4 dəfə, burada da 5 dəfə. 4 ilə 44-ü ixtisar aparaq, rəngi dəyişək. Bir dəfə, burada da olacaq 11. 11-i də 5-ə vuranda eləyir 55. Deməli, 125% 55 deməkdir. Yəni 25% artıranda 55 dənə detal hazırlamış olur. Keçdik indi ətraflı yazı tələb edən suallara. 21-ci suala baxaq. Deməli, 21-ci sualda cəmi 240 olan 2 ədəddən birinin 40%-i digərinin 60%-nə bərabərdir. Deməli, cəmi 240-dır. Yəni, bu ədədlərin heç birini bilmirik. Ona görə də bu ədədləri A, B götürürəm. Cəmləri nə qədərdir? 240-dır. Bunu yazdıq. Demir cəmi 240 olan 2 dənə ədəddir, bilmirəm nədir. Bilmədiyimə görə A, B götürdüm. Deməli, cəmləri 240-dır. Birinin 40%-i, məsələn, A-nın 40%-i, birinin 40%-i bərabərdir digərinin 60%-nə. Digərinin 60%-nə. Baxın, birinin 40%-i digərinin 60%-nə bərabərdir. Burada da yüzləri ataq. Deməli, yazıram. 40A bərabərdir 60B. Hər tərəfdən sıfırları da ataq. 4A bərabərdir 6B. Hər tərəfi 2-yə bölək. 2A bərabərdir 3B. İndi deyin görün belə olanda nə edirdik? Kim bilir bunu desin. Neyniyək? Bu sonda neyniyək? Bu mərhələyə çatandan sonra. 1 tamam. Mənim B bərabərdir 2K, A da bərabərdir 3K. Düzdür. B 2K, A da 3K. Aparaq burada yerinə qoyaq. Əvvəldə yerinə qoyaq. A-nın yerinə 3K yazaq. B-nin yerinə 2K yazaq. 5K bərabərdir 240. K da bərabərdir. 240-ı 5-ə böləndə nə eləyir? 8. Bizdən nəyi soruşur? Bu ədədlərin hasilini deyir, tapın. Bu ədədlərin hasilini. Deməli, bu ədədlər nə idi? Baxın, rəngi dəyişim. Bu ədədlər, bax, budur. Bu ədədlərin hasilini soruşur. B bərabərdir 2K. K da 48-dir də. 2 vura 48. 96. A da bərabərdir 3K. Mən A olaymışam. Ola bilər. 3 vura 48. Bu da 144. Bu ədədlərin hasilini tap. Yəni A vur B-ni soruşur bizdən. 96 vurulsun 144. Yəni, sualın doğru cavabı, həll yolu belə olmalıydı. 96-nı da gəlin 144-ə vuraq. Bu da eləyəcək 13824.
Mən də elə tapmışdım, amma axırda vurmamışdım. 13.824. Belə. 22-ci suala baxaq. Yəni 20-ci sualı silək buradan. 22. Gülay desin 22-ni. Mənim 22 məndə səhvdir. Sən Sual də yəni. sən. Hə, indi gəl addım-addım səndən soruşaq. Bax, 22-ci sualda bunu qayda kimi də yazdırmışam, izah eləmişəm də. Burada bir dəqiqə köçürdüm. B böl C bərabərdir 5-də 4. Belə olanda neynirdik? Aya 3K yazırıq. A-ya 5 3K də 2 yazırıq. yazdım. A-ya 2K yazırıq. B-yə Hə, B-yə 3K yazırıq. Demək ki, sən qaydalara baxmamısan. B-yə 2K yazırıq. C-yə də 5K yazırıq. İndi baxın, burada hansı uyğunsuzluğu görürsüz? B-lər eyni deyil. B-lər eyni olmalıdır. Bəli, B-lər eyni deyil. Ona görə də gəlin B-ləri biri 3K-dır, biri 2K-dır. Eyniləşdirək. Necə eyniləşdirək? Bər rəngi dəyişin. Baxın, gəlin 6K 6 eləyə eləyək. bilərik. Onda Bax, neyək? ikində Gəlin hər ikiyə. tərəf 2-yə Altı. vuraq. 6K 2-yə vurdum. Onda gərək bunu da vuram da. Sonra bunu da 3-ə vursam 6K. 6K. Onda gərək bunu da 3-ə vuram da. Onda bu da eləyir 15K. Baxın. Deməli A 4K-dır, B 6K-dır, C də 15K-dır. İndi deyir ki, alınan qarışığın ümumi kütləsi 700 qramdır. Deməli, burada qarışıqda hansı maddələr var? A-dır, B-dir, C-dir də bu maddələrdir. Qarışığın ümumi kütləsi 700 qramdır. Yəni 4K, üzərinə gələk 6K, üzərinə gələk 15K. Bərabərdir 700 qram qarışıqdır. Toplayaq, 15K bərabərdir, daha doğrusu 25K bərabərdir 700. Buradan K da bərabərdir. 700-ü 25-ə böləndə nə eləyir? Yəni 725-ə bölün. 28. Yox, deyil. 28. K 28. Bəli. İndi nə deyir? Bu qarışıqda A maddəsinin kütləsini tapın Gülay. A maddəsinin kütləsini də görək. Bunu vuracağıq 28-ə. Nəyi vururuq 28-ə? 2-ni. 2-ni niyə? Axı biz dəyişmişik. Niyə 2-ni deyirsən? Bax, bura bir dənə. Dən fərqli rəng. 4 vururuq. Hə, axı biz dəyişdik bunu. A 4K-dır. 28 vur 4. 112. Aydındır, görün. Bir də baxın həllinə. Kimin sualı var? Sual yoxdursa, keçək 23-cü suala. Əgər sualınız varsa, bununla bağlı deyin. Mənim 23-də cavab 299,95-dir. 23-də baxaq. Xeyr. Baxaq 23-ə. 45-20% alınır. Deməli 23-cü sualda "300 ədədini 15% artırıb." Deməli 300 ədədini 15% artırmaq nə deməkdir? 300-ün 15%-ni tapmaq lazımdır. İxtisar aparaq 100-ə. 300-ün 15%-i 5-dir. Deyir ki, 15% artırıb. Yəni 300-ün üzərinə 45 gəlmək lazımdır. Artırıb deyəndə demişəm də sizə. Faizi tapıb üzərinə gəlmək lazımdır. 345, yəni 300 ədədini 15% artıranda ədəd olur 345. Yəni sizə demir ki, 300-ün 15%-ni tapın. Deyir artırın. Artırın deyəndə faizini tapıb üzərinə gəlmək lazımdır. Sonra bir ədədi
20% alınan ədədir. Fikir verin bir dənə ora. Alınan ədəd. Alınan ədəd 345-dir. Alınan ədədi 20% azaltdılar. Alınan ədədi 20% azaltdılar. Alınan ədədin 20%-ni tapaq. Hər tərəfi 20-yə bölək, ixtisar aparaq. 5-də. 345-i də 5-ə böləndə nə eləyir? 69. Bəli. 69. İndi sənə demirik 20%-ni tap. Deyir 20% alınan ədəd. Alınan ədəd 345-dir. Alınan ədəd 345-dir. Bunu deyir 20% azaltdılar. Yəni 20% nə qədərdir? 69. Yəni çıx da bunu. 345-dən də çıxın 69-u. 276. Cavab Bəli, 276-dır burada. Bəli, mən də elə yazmışam mən. Mən- Yəqin ki, düz çıxıb. Kim belə yazıbsa düz çıxıb. Həll yolu da belə olmalıydı, amma başqa üsulla da yazmaq olar. Yaxşı, baxaq 24-cü suala. Əgər kimin sualı varsa, hansı hissədə sualı varsa, yenidən izah eləyə bilərəm. Yəni, bunları keçmişik hamısını. Artırmaqdır, azaltmaqdır, artırmaq deyəndə, gəlir deyəndə üzərinə gəlirik faizini tapıb. Azaltmaq deyəndə, ziyan deyəndə çıxmaq lazımdır. Faizini tapıb sonra çıxmaq lazımdır. 24-cü sual. Bəli, mən səhv yazmışam. Aha, onda diqqətlə bax. Mən o dərsdə izah elədiniz. Mən də səhvimi gördüm. 500 cavab orada. Mən 420 yazmışdım. Hə. Mağazada Mən məhsulun yanlış. 40% satılıb. 40% satılıbsa nə qədər qalıb? Neçə faiz qalıb? 40% satılıb. Neçə faiz 60%. məhsul qalıb? 60% 60% məhsul qalıb. qalıb. Baxın, 60% qalıb. Qalıb yazıram elə bura. Bir dəqiqə. Burada 60% 300 olacaq. hə, 60% qalıb. Bu belə. İndi deyir ki, mağazada 300 kiloqram məhsul qalıb. 300 kiloqram məhsul qalıb. Deməli, faizlə 60% qalıb. Kiloqram olaraq da 300 kiloqram qalıb. İndi bu nə deməkdir? Əvvəlcə nə qədər deyir məhsul olub. Deməli, 60% qalıb. Bu da nə deməkdir? 300 kiloqram deməkdir. Deməli, bu nəyin tapılmasıdır sizcə? Sizə demirik 300-ün 60%-ni tapın. Bu o deyil. 60% qalıb, 300 kiloqram qalıb. Bu nəyin Yəni tapılmasıdır? müəllim 100%-ni tapmalıyıq. Hə, 100%-i tapmalıyıq, düzdür. Bəli. Bu faizinə görə ədədin tapılmasıdır. 60%-i 300 olan ədəd. Faizinə görə ədədi tapanda necə tapırdıq Əsmər desin? Faizinə görə ədəd necə tapılırdı? Ədədi faizə vurub 100-ə bölürdük. Xeyr. Faizinə görə ədədi tapanda Gülay desin. 100-ə vururuq. Faizə bölüb 100-ə vurur. Ədədi 100-ə vurub faizə bölürük. Hə, 100-ə vurub faizə bölürük. Faizinə görə ədədi tapanda. İndi mən bunu 2 yolla göstərəcəm sizə. Cavab olur 500. Və yaxud da ki, bunu ikinci yol olaraq deyim. Bunu belə də yazaq. Bax, 60% qalmayıb. 60% qalıb. Bu 300 kiloqram deməkdir də. Və sonda 100% nə qədərdir? Deyir, əvvəlcə nə qədər olub? Əvvəlcə 100%-dir də. Belə də yaza bilərik. X bərabərdir. 300 vur 100 böl 60. Yenə də həmən şeydir. Yəni, əvvəlcə 500 kiloqram məhsul olubmuş. Bu da 24-cü sualın izahı. Kimin sualı var? Kim nəyi başa düşmədi? Ola bilər, indi bu dəfə tamam fərqli üsulla izah eləyə bilərəm. Kim başa düşmədisə desin. 23-dür, 24-dür. Yəni, vaxt verirəm, baxın. Ay, sənin o Varovskoy mahnın mənim YouTube kanalıma düşür. Ged o içəri. Səsini al.
Deyəsən sual yoxdur. Yəni siz məndə 21-i səhv götürdünüz. Yox. Düz götürmüsən. Ben 21-i düz götürmüsən. Sənin səhvlərin deyə bilərəm hansındadır. Mən demişdim özüm. 24-də, Mən demişdim də özünüzdə 19-da, dediyimi götürün, məndə də var. Sənin 24-də, səhvlərin 19-da. 2-dir, 19-dur, 22-dir, 24-dür, 25-dir. Yaxşı, 25-ci suala baxaq. 25-ci sual Demək olar ki, mən heç kimdə seçməm. nisbətən 25-ci sual çətin sualdır. Nisbətən çətin sualdır. Hə, indi yavaş-yavaş addım-addım izah eləyəcəm. Diqqətlə qulaq asın. Sualınız olsa deyərsiniz. Aha, baxaq 25-ci suala. Sahibkar hər birinin maya dəyəri 500 manat olan 100 televizor aldı. Deməli, 100 dənə televizor alır. Qiyməti də 500 manatdır. Bu televizorun 25%-ni neçə dənə televizor almışdı? 100 televizor alıb da. 100 dənə televizor alıb. Deyir ki, bunun 25%-ni. Gəlin baxaq görək bunun 25%, 100-ün 25%-ni gəlin tapaq. Bax, davamını oxumuram, görürsüz. 100-ün 25% ilə 25-dir də. Baxın. Deyir ki, bu televizorun, yəni 100 dənə televizorun 25%-ni, yəni burada 25 televizordan söhbət gedir. Onu 20% gəlirlə satır. İndi deyin görün bir televizorun qiyməti nə qədərdir? Bir televizorun qiyməti nə qədərdir? Baxın. 500. 500 manatdır. 20% gəlirlə satır. Gəlin 500-ün 20%-ni tapaq görək. 500-ün 20%-ni tapaq, gəlirlə satır. 20% gəlirlə satır. 100. Deməli, aha 100 manat. Deməli, bu televizorun birin 500 manata alıb 600 manata satır. Gəlir o deməkdir. Üzərinə gələk 600. 600 manat. Deməli, 500 manata alıb 600 manata satır. Neçə dənə televizoru? 25 dənə. 25 dənə. 25 dənə. 25 dənə televizoru 500 manata alıb 600 manata satır. Bu belə. İndi xətt çəkirəm, rəngi də dəyişirəm. Baxın. İndi keçək davamına. 40%-ni isə 100 dənə televizor var da. Bunun 40%-i nə qədər eləyəcək? 40%-ni. 100-ün 40%-ni. 40 elə. 40 Aha, elə. hə, elə 40-dır. Mən yazıram ki, gözünüzün qabağında olsun. Hə, bunun 40%-ni, yəni 40 40 dənəsini. 40 dənəsini 25% gəlirlə satır. Baxın, 500 manat deyil, televizorun maya dəyəri 25% gəlirlə satır. 500-ü vururam 25-ə, bölürəm 100-ə. Burada hər tərəfi 25-ə bölsək, bir dəfə, 4 dəfə. 500-ü 4-ə böləndə nə eləyir? 125. Deməli, televizorun qiyməti axı 500 manat idi. 25% gəlir nədir? Üzərinə də gələn 125. Bu da elədi 625. 625. Belə. Deməli 40 dənə televizoru, 40 dənə televizorun birin 625 manatdan satır. Sonra 25 televizoru da 600 manata satır. Sonra qalanını isə 10% ziyanla satır. Qalanını 10% ziyanla satır. Qalanı neçə dənə qaldı? Gülay, de görüm. Neçə televizor qaldı? 100 televizoruydu. Necə müəllimə sualı bir də verərdiniz? Bax, deyir ki, qalanını. Bax, burada deyir ki, bu televizorun 25%, yəni 25-in. Sonra deyir ki, 40%, yəni 40-ı. Nə qədər televizor qaldı, kim deyər? 60. 35 dənə qaldı. 35.
Hə, deməli 25 televizor əvvəldə idi. Sonra da 40 televizor gəlirlə satdı bunları 65. Deməli nə qədər qaldı? Qalanını deyir. 100-dən 65-i çıxaq. Qaldı 35 dənə televizor. Qalanını deməli 10% ziyanla 10% satır. yəni. Qalanını 10% ziyanla 400 satır. manat. İndi deyin görüm, bir dənə yerdən deməyin. Mən kimə sual versəm o cavab versin. Nazim de görüm. 10% ziyanla satıb. 10% ziyan, yəni neçə manata satıb ki bu televizorun biri? 10% ziyan. Nazim eşidir. Mən səsim bağlı danışım. 50 manat ziyan eləyər də mənə. Çünki 500-ü vurarıq ona, bölərik 100-ə. O da 450-yə satar. Deməli 500 manatdır. 500 manatda 10% ziyan eləyir. Gəl 500-ün 10%-ni tapaq. Bu nə qədər eləyir 500-ün 10%-i? Baxın, 50 manat ziyan eləyir. 500-ün 10%-i 50 manatdır. 500-dən də çıxaq 50-ni. Bu da eləyəcək, deməli 450. Baxın, televizorun 35 dənəsin 500 manat alıb 450 manata satır. 50 manat burada ziyan eləyir. İndi görək sonda nə deyir? Sahibkar televizor satışından nə qədər xeyir və ya ziyan etdiyini müəyyən edin. İndi Əsmər de görün bu televizorları alanda sahibkar nə qədər pul vermişdi? Maya dəyəri nədir bunun? 100 televizoru alanda nə qədər pul vermişdi? Deyim mən. Gülay da deyə bilər. Deyim mən. Ya sən düz yazmışdın, ona görə səndən soruşmuram. Realdə görüm Quluzadə Real. 50.000. Necə tapdın 50.000-i? Müəllim, bunları almaq üçün 100 dənə televizor alıb da, bir dənə də televizor 500 manatdır. Ay sağ ol. Onda Düzdür. hamısını tapmaq üçün 500-ü vursanız 100-ə, onda da 50.000 eləyir. Düzdür. Baxın, niyə bunu deyə bilmirsiniz ki? Bu lap birinci cümlədir də, 25-ci sualda. Bax, deməli 100 dənə televizor alıb, birinin də qiyməti 500 manatdır. Deməli bu 50.000 pul verib də. 100 televizor alıb, birinin də qiyməti 500 manatdır. Deməli bu televizorlara əvvəlcə 50.000 manat pul verib. Bildiniz, 50.000 pul verib. İndi gəlin görək bu nə qədər satıb televizorları, xeyirlə də satıb, ziyanla da satıb. Gəlin indi baxaq görək nə qədər pul qazanıb və yaxud da ki itirib. Yenə baxın. Bax, bu hissəyə baxın. 25 dənə televizoru yaşılla dairəyə alıram. 25 dənə televizoru gəlirlə satıb. 20% gəlirlə satıb. Yəni 500-ün 20%-i 100-dür, yəni 600 manata satıb. 25 dənə televizoru 600 manata satıb. Gəlin görək buradan nə qədər pul götürüb. 25-i 6-ya vurun görək. 15 150. 15 min. 15 min. 15 min. 50 min, Sonra. 150 min. Aha. Sonra indi baxın 40 dənə televizoru da və bu sarı ilə yazdığım hissə 40 dənə televizoru da 625 manata satıb. 40-ı da 625-ə vurun. Deməli 40-ı vuraq 625-ə. Bu da eləyir 25 min. Aha. Sonra baxın, qalan televizor 35 dənədir. Qalan televizoru da 35 dənəni ziyanla satıb.
Ve 450 manata satıb. 35'i də vuraq 450-yə. 35 vuraq 450. 15750. 15750. 15750. 15750. Gəlin bunun üçünü də toplayaq. Görək bax bu hissədə televizorun maya qiymətidir. 50.000. Gəlin görək 50.000-dən çox olur, yoxsa az olur. Gəlin toplayaq. 15.000 üzərinə gələk 25.000 üzərinə gələk 15.750. Bu da elədi 55.750. 55.750. İndi sizcə xeyir elədi, yoxsa ziyan elədi? Xeyr. Xeyir. Nə qədər xeyir elədi? Nə qədər xeyir elədi? 5750. 55.750-dən çıxmaq lazımdır 50.000-i. Bu da eləyir 5750. Cavab budur. Linkin vaxtıdır. Yarım saat dərsimiz qalır. Təzə linkə qoşulun, biraz tez. Bu Zoom yenilənib, gərək mən sizi özüm qoşam. Ona görə də yəni narahat olmayın. Qoşula bilməyəndə.